Müəllim, nə edirik? Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Salam Salam müəllim. müəllim. Salam. Respublika fon Salam. müsabiqələrinin üçün təşkil etdiyimiz 5 günlük təlimin ikinci günündə, ikinci dərsində sizlə birlikdəyik. Bugün dərsimizdə rasional ədədlər dedikdə nə başa düşülür? Rasional ədəd nədir? Rasional ədədlər üzərində əməllər və bizim qarşımıza çıxan rasional ədədlərlə bağlı Respublika fən müsabiqələrində bizim qarşımıza çıxan bir neçə tip suala baxacağıq. Onların həllərinə, həll metodlarına baxacağıq. İndi ə, burada sizin aranızda yenidən qatılanlar olacaq hazırda. Birazdan yəqin ki, yəni dərslər rekord olunur. İnşallah oradan dərsləri yenidən YouTube platformasından təzədən izləyə bilərsiniz. Orada kim izləmək istəsə, məlumat almaq istəsə desin, ona link göndəriləcəkdir. Və yaxud da dərsin yarısında gəlsə, əvvəlini yenidən sonra izləyə bilər. Rasional ədəd ümumiyyətlə nədir? Rasional ədəd dedikdə nə başa düşülür? Kim deyə bilər? Rasional ədədlər hansı ədədlərə deyilir? Bir tərif deyə bilərsiniz rasional ədədlərə mənə. Rəsmiyyətlər adi kəsirlərdir. Adi kəsirlər, tamam. Kəsr Başqa? şəklində göstərilən ədədlər. Mən kəsr şəklində göstərilən ədəd. Kəsr şəklində göstərilə bilən ədədlər. Başqa? Mhm. Salam müəllim. Salam, buyur. Başqa hansı ədədlərə biz rasional ədədlər deyə bilirik? Ümumi gəlin bir tərif deyək. Ümumi deyən. Uşaqlar kim kameranı aça bilirsə, açsın mütləq. Kameranı mütləq açsın. Diqqəti burada olsun. Deməli, hansı ədədlərə biz rasional ədədlər deyirik? Baxın, iki dənə ədəd götürək. A və B. Burada yazaq. A və B deyə iki dənə ədədimiz olsun. Bu A və B olsun tam ədədlər. Yəni mənfi də ola bilər, müsbət də ola bilər. Fərqi yoxdur. Amma bir dənə də şərt yazıram ki, bunun yanında B sıfırdan fərqli olsun. B sıfır olmasın istəyirəm. Sıfırdan başqa nə istəsə ola bilər. Yalnız sıfır olmasın. A bölü B şəklində göstərilə bilən bütün ədədlərə biz rasional ədədlər deyirik. Rasional ədədlər. A bölü B şəklində. Buna bütün rasional ədədlər daxildir. Məsələn, fərz elə mənfi 2-də 1. Mənfi 2-də 1 nədir? Mənfi 1 bölünsün 2-dir, düzdür? A mənfi 1-dir, B 2-dir. B-ni niyə sıfırdan fərqli eləyirik? Çünki sıfıra bölməni biz təyin etməmişik. Sıfıra bölmə deyə bir ifadə yanlış bir ifadədir, uşaqlar. Yəni sıfıra bölmə yoxdur demək riyaziyyatda doğru bir şey deyil. Sıfıra bölmə təyin olunmayıb. Sizdə həmişə sual veriləndə ki, sıfıra bölmək olar, siz cavab verirsiniz. Sıfıra bölmə təyin olunmayıb. Əgər onu təyin eləsən, bir ad versən, bir mənası olsa, işimizə yarasa, istifadə eləyərik. Amma bir ədədi sıfıra bölmə bizim heç bir işimizə yaramır. Amma siz inşallah universitetə qəbul olanda riyaziyyatla bağlı elə fənlər keçəcəksiniz ki, orada sıfıra bölmə işinizə yarayacaq. Orada sıfıra bölmə olacaq. Amma hal-hazırda sıfıra bölmə bizim üçün əlverişli deyil. A bölü B şəklində göstərilə bilən bütün ədədlərə biz deyirik rasional ədədlər. Bir çox hallarda məktəblərdə də belə göstərilir. Natural ədədlər 1, 2, 3, 4, 5. Yəni bu şəkildə natural ədədlər. Sonra bir dənə yazılır bu şəkildə, bir dənə də dairə yaradılır. Bir dənə də mənfi ədədlər əlavə olunur. Mənfi 1, mənfi 3, mənfi 4, nə bilim bu şəkildə mənfi sonsuzluq, bir də sıfırın özü. Bu ədədlərə deyirlər tam ədədlər. Ondan sonra kəsr ədədləri də daxil edirlər bunların içərisinə. Bir dənə də belə dairə yaradırlar. Ona da deyirlər rasional ədədlər. Amma ümumi olaraq bu da doğrudur da, amma ümumi olaraq rasional ədədin tərifi, məntiqi bundan ibarətdir ki, yəni sizə rasional ədədlər nə, yəni rasional ədəd dedikdə nə başa düşürsüz, nəyi anlayırsınız, zehninizdə nə yaranır?
Onun üçün sadəcə bunu bilməyiniz bəsdir. A böl B şəklində göstərilə bilər. Bütün rasional ədədlər A böl B şəklində göstərilə bilir. Məsələn, 8-in özü 8 natural ədəddir, düzdür? Həm də rasionaldır. Niyə rasionaldır? Çünki bu 8 böl 1-dir əslində. Yəni A Müəllim, 8-dir, B də 1-dir. Biz yəni bütün natural ədədləri kəsr ədədlər, yəni kəsrlər şəklində göstərə bilirik. Həmçinin bütün mənfi ədədləri göstərə bilirik. Bu ədədlərə deyirik ki, rasional ədədlər. Rasional ədədlər üzərində əməllər, toplama, çıxma, vurma, bölmə bu əməllərdən istifadə edərək biz bir sıra sualları həll edirik. Ki onları məktəb proqramınızda da keçmisiniz. Onlu kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi və yaxud da adi kəsrlərin toplanması, çıxılması, vurulması, bölünməsi siz bunları keçmisiniz. Biz onlar üstündə durmuruq. İndi hal-hazırda onlarla vaxt itirməyimizə dəyməz. Sadəcə onu dərs müəllim, prosesində əgər kiminsə boşluğu olarsa, məsələn, adi kəsrlərin bölünməsində, toplanmasında, vurulmasında boşluğu olarsa, o boşluğu doldurmaq üçün izah edərik. Amma əsas bizim işimiz burada keçirik olimpiada tipli fən müsabiqələrinə düşəcək tipli suallara. İndi ən çox bizim qarşımıza çıxan sual tiplərindən biri bu tip suallardır. Sualı görürsünüz. Bir bölünsün bir vur 2, plus bir bölünsün 2 vur 3, plus bir bölünsün 3 vur 4, nöqtə nöqtə ta 100-ə qədər davam eləyir. Bir bölünsün 100 vurulsun 101. Bu sualların, bu tip sualların həllini bəziləriniz bəlkə də kitablarda görmüsünüz. Sadəcə birinci ilə axırıncı qalır. Amma bunun müəllim, səbəbi nədir? Necə qalır? Niyə qalır? İndi bu gün biz onu öyrənəcəyik. İlk öncə, müəllim, ilk öncə bu sualın həll etməmişdən qabaq ümumi bir dənə qaydanı yazaq. Əgər 1 böl k hər hansısa başa bir tam ədəd olsun. Ya fərz eləyək ki, k natural olsun. Elə heç mənfi ədədlərə girməyək. K fərz eləyək ki, bir natural ədəd olsun. Bir bölünsün k vurulsun k plus 1 üçün k plus 1 üçün. Yəni əgər məxrəcdə ardıcıl ədədlərin hasili yazılıbsa, sürətdə də 1-dirsə, bu bir bölünsün k minus bir bölünsün k plus 1 şəklində yazıla bilər. Bu doğrudur. Səsi qıraqdan bağlayın. Əziz şagirdlər, səsi bağlayın. Sadəcə siz nəsə demək istəsəz, oradan yuxarıdan xəbər eləyərək, əl qaldıraraq deyə bilərsiniz, sual verə bilərsiniz. Ardıcıl ədədlər, məxrəcdə ardıcıl ədədlərin hasili yazılıbsa, biz o zaman onu bu şəkildə qeyd edə bilərik. Yaxşı, bəs ədədlər ardıcıl deyillərsə necə yazacağıq? Bir bölünsün məxrəcdə k vurulsun, k plus m şəklində yazılan bir ədəddirsə, yəni ardıcıl deyil. Burada m 4 də ola bilər. Aralarında 4 vahid fərq var, 5 vahid fərq var, 8 vahid fərq var. Bu zaman necə eləyəcəyik? Bu bir bölünsün k, daha doğrusu bir böl m vurulsun bir böl k minus bir bölünsün k plus müəllim, m şəklində olacaq. Bəli. bir də başa sala bilərsiniz o digər qaydanı, ilk sualı. Sualın hələ həllini eləməmişəm. Hələ sualı həll eləməmişəm. Sadəcə ümumi qaydanı izah edirəm hal-hazırda. Yəni bu tip suallarda istifadə olunan qaydanı izah edirəm. Əgər Müəllim, bu qaydanın məxrəcdə tərifini ardıcıl yazın. ədədlərin hasili verilibsə, ardıcıl ədədlərin hasili verilibsə, biz bunu bu şəkildə yaza bilərik. Bunun da yazılmasının səbəbi bəsitdir. Bunu götür orta məxrəcə gətir bu ifadəni. Bunu götür orta məxrəcə gətir. Çıx bir-birindən eyni bu nəticə alınacaq. Eyni şəkildə bunu da orta məxrəcə gətirsən, bax, bu mötərizə daxilində bu ifadəni orta məxrəcə gətirsən, hesablasan, sürətində nə alınacaq? K plus M, K plus M, bu vurulacaq K, düzdür? Bunlar üçün orta məxrəc budur. Minus K, sürətində M qalacaq. O M-i də biz bu M-lə ixtisar eləyib bu ifadənin özünü alırıq. Məqsədimiz budur. Ona görə bu şəkildə bir formula halına sala bilərik. Rahatlıqla bir formula halına sala bilərik. Bu iki dənə şeyi mütləq dəftərinizdə yazın, qeyd eləyin. Sizin üçün dursun. İndi gəlin bundan istifadə eləyək. Hamı yazdısa bunu silirəm. Keçirik sualın həllinə. Eyni Müəllim silməyim mən. yazın tez. Müəllim, bir də başa sala bilərsiniz bunu. Bax,
Bir bölünsün, məxrəcdə hər hansısa natural ədədlər yazılsın. Məsələn, bir bölünsün, 4 vurulsun 7. Bunu necə yaza bilərsən? Bir bölünsün 4 vur 7. Yəni bu nədir? Bir bölünsün 28'de 1. 28-dir. Bunu bu şəkildə yaza bilərsən. Buna k denən, 7-ni də bu şəkildə, yəni 4 ilə necə yazarsan? 4 plus 3 yaza bilərsən də, düzdür? Bunu bu şəkildə yazmaq Böyle. olar da. 4 vurulsun 4 plus 3 şəklində. Buradakı k olacaq 4. M də olacaq 3. Düzdür? O Evet. zaman bu ifadəni belə yaza bilərsən, bax. Bu düstur vasitəsilə 1 bölünsün 3 vurulsun 1 böl 4 minus 1 böl 7. Bu şəkildə yazmaq olar. Müəllim, bu nümunəni də yazın üstdəki. Bunu bu şəkildə yazmaq olar. Bu bir dənə nümunə idi ki, sizə göstərsin. Yəni 1 bölünsün 28-i biz bu qaydada yaza bilərik. Bu bizim üçün çox vacibdir. Bizim üçün sual həllərində olduqca 28 vacib bir değil. nüansdır. İndi bununla yuxarıdakı sualı həll eləyəcəyik. Müəllim, silməyin mənə. Müəllim, niye buna 1 bölünsün 28 deyirsiniz? Çünki məxrəcin hasili 28 eləyir. 4 dəfə 7 28 eləyir. Yok, 1 bölünsün 28. Aslında 28'de 1 değil. 28-də 1 demək 1 böl 28-dən eyni şeydir. Yəni bu kəsr xəttinin mənası bölmə demək deyilmi? Düz deyil. Bunu Başa 1 böl 28 də belə yaza bilərsən, deyə bilərsən, oxuya bilərsən. 28-də 1 də deyə Bəli, bilərsən. başa Onun üçün yəni bir fərqi yoxdur. İndi qarşımızda belə bir sual var. Bunu silək. Bu sual necə həll edə bilərik? Eyni bayaqki qaydanı yadımıza salaq. Hətta bunu saxlayaq burada qalsın belə. Bu qaydanı baxın. Məxrəcə baxın. 1 bölünsün 1 vur 2. Üstə gəl. 1 bölünsün 2 vur 3. Bir dənə diqqətlə kəsrlərə baxın. Məxrəcdəki ədədlərə baxın. 1, 2, 2, 3, 3, 4. Hamısı görürsünüz bu şərti ödəyir. Bir vahid fərq var onlar arasında. Dolayısıyla bunları yaza bilərəm. 1 böl 1 minus 1 böl 2 plus 1 böl 2 minus 1 böl 3 plus 1 böl 3 minus 1 böl 4 Müəllim, bir dəfə plus plus, bir dəfə minus. hamısını, bəli, indi mən birdən 100-ə qədər burada yazası halımız yoxdur. Ha. Yəni ümumi məntiqi bildikdə artıq necə gedir? 1 böl 100 minus 1 bölünsün 101 bərabərdir. Fikir versəz, mənfi 2-də 1, müsbət 2-də 1. Getdi bir-biri ilə. Mənfi 3-də 1, müsbət 3-də 1. Bu Mənfi 4-də misalda 1. yolu var. Məxrəcdəki ilk rəqəmi məxrəcdəki son rəqəmə vururuq və surətləri toplayırıq. Necə? Bu misalın belə bir yolu var. Məxrəcdəki ilk rəqəmi məxrəcdəki son rəqəmə vururuq, surətləri Yox. toplayırıq. Necə bir yol ola bilər? Bu misal üçün keçərli ola bilər. Amma yox, o tam doğru bir yol deyil. O səni digər məsələlərdə yanıldacaq. Məsələn, burada sürəti 2 versə, o artıq doğru bir həll olmayacaq. Ortada fikir verin. Mənfi 3-də 1, müsbət 3-də 1, mənfi 4-də 1, müsbət 4-də 1 bundan sonra gələcək. Yəni bunların hamısı islah gedəcək. Ancaq nə qalacaq? Birinci ilə sonuncu. Axırıncı müəllim. Bəli, 1 böl 1 minus 1 böl 101. Bunu da siz orta məxrəcə gətirsəz, 101-də 100 deyə 100. bir cavab alacaqsınız. Bu da olacaq bizim sualımızın həlli, cavabı. Bu qədər sadə. Yəni əslində mürəkkəb kimi görünən bu sualın həlli bu qədər qısa və sadədir. Sadəcə bu xassəni bilmək lazımdır. Yəni ümumiyyətlə bu tip suallarda, bu tip bir-birinə cüt-cüt vurulan suallarda yadınızda Müəllim. saxlayın. Qətiyyən bunu bir-bir hesablamırsınız. Elə bir şeyə cəhd göstərmirsiniz. Onunla bir nəticəyə vara bilməzsiniz. Ancaq vaxt itirmək olar. Başqa heç nə. Sadəcə bu cür yollardan istifadə edirik. İndi keçək Müəllim, bunun bunu bir ikinci də başa nümunəsinə. sala Bu cür bilərsiniz. Mən tam başa düşə bilmədim. İndi bununla bağlı nümunəmiz bugün çoxdur. Yəni bizim bugünkü dərsimizin əsas hissəsi bu tip sualların üzərinə qurulub deyə. İndi bu növbəti sualda diqqətlə yenidən qulaq as. Deməli, Oldu. aradakı fərq indi artıq dəyişdi. İndi məxrəcə diqqət elə. Burada 1 var, burada 3 var. Fərq İki. neçədir? 2-dir.
Burada 3 var, burada 5 var. Fərq 2-dir. 5, 7, 99, 101. Görürsən ki, həmişə fərq 2-dir. Və sürətdə də 2 verib həmçinin. Bizim bayaqki xassəni bir yadımıza salaq hələ. Nə yazmışdıq orada? Belə bir şey yazmışdıq. 1 bölünsün k vurulsun k Vurulsun plus mən K plus M. m. Bəli, bölünsün 1 M də bölü 1. m vurulsun Vurulsun 1 bölü k Vurulsun. K. minus 1 bölünsün k 1 plus bölünsün m. K plus M. İndi bir şey diqqət elə. İndi fikir verirsən, fərq 2-dirsə, biz deməli bu şəkildə yazılıb da bu ifadə. K vurulsun K plus 2 şəklində yazılıb da, düzdür? Bizim bu yuxarıdakı bu sualımız bu haldadır da, hal-hazırda. Məxrəcdə aradakı fərq 2-dir. Və eyni zamanda sürətdə də 2 verib hamısında. Bax, sürətdəki 1-i silək. Heç ehtiyac yoxdur, belə yazaq. 1-in yerinə 2 yazaq. Çünki hamısında 2 verilib də, bu qaydadadır. Biz də bayaq nə yazmışdıq? Buradakı M2-dir də. Sürətdəki 2 qaldı. Bölünsün. Buradakı M2 olduğu üçün gəldi bura. Qaldı 1 bölü K minus 1 bölünsün K plus 2. Gördünüz, buradakı sürətdəki 2 bunu tamamladı. 2 ilə 2 ixtisar getdi, 1 qaldı. Bu ilə səndə mənə nəyə bərabərmiş? 1 bölü K minus 1 bölü K plus 2-yə. Yəni əslində bu ifadə, baxın, 1 böl 1 minus 1 böl 3'dür. Bu ifadə 1 böl 3 minus 1 böl 5'dir. Bu ifadə 1 böl 5 minus 1 böl 7'dir. Bunların da arasında cəm var hamısında. Bunları toplasaz axıra qədər. Bu olacaq 1 böl 99 minus 1 böl 101. 101. Yenə də Əməlim eyni qaydada 101-də fikir 1 versən, ilə mənfi 1 də 3-də 1 1, qalır. müsbət 3-də 1, mənfi 5-də 1, müsbət 5-də 1, mənfi 7-də 1, müsbət 7-də 1. Bunlar hamısı gedəcək. Yenə birinci ilə sonuncu Mənim qalacaq. cavab 101-də 100. Bəli, 1 Sonra minus isə 1 böl Verib 101. çıxırıq 101. 101-də 100 deyə bir cavab alınacaqdır. Bu xassədən istifadə eləyərək. Görürsüz, məxrəcə həmişə diqqət etdirmək lazımdır. Bu tip suallarda məxrəc birinci baxılası yerdir. Sonra keçək bunun bir başqa sualına. Növbət sualımız məsələn belədir. Burada hər biri fərdi olaraq verilib. Məsələn, yenə məxrəcə baxın. Məxrəcdə verilib 2 vur 3, 2 vur 3. Aradakı fərq 1-dir, sürətdə də 1-dir. 3, 5, sürətdə də 2. 5, 8, aradakı fərq 3-dür, sürətdə də 3-dür. 8, 12, 4-dür, sürətdə də 4-dür. Eyni qayda ilə getsən, bunu biz birbaşa yaza bilərik də. 2-də 1 minus 3-də 1. Düzdür? Bunu da fərq 2 olduğu üçün bayaqki formula ilə birbaşa 3-də 1 minus 5-də 1 yaza bilərik. Bunu da 5-də 1 minus 8-də 1 yaza bilərik. Baxan kimi bilmək olur da artıq. Sezə bilirsiniz bunu? Bəli. Yəni məntiqi başa düşürsüz, hardan gətiririk biz bunu? Plus nöqtə nöqtə 23 ilə 30 arasında yenə 7 fərq var. 1 böl 23 minus 1 böl 30. Yenə hamısı getdi. Birinci və axırıncı qaldı. 1 və 2-ni çıxırıq. Mənim 30-da 14. Bəli, 30'da 30-da 14, 15-də 7 Amma o da olur eləyəcək. 15'də 7. 15-də 7. Bu qaydada sonra indi Müəllim, biraz onlar o bütün sualları bir sıra ilə hamı eləsin. necə? Siz həlləmək Yəni istəyirsiniz? sərbəst. Burada mən sizə nümunə suallarını izah eləyirəm. İnşallah sizə əlavə suallar da verəcəm. Dərslərimizdə də sizə bunları PDF faylı şəklində göndərəcəm. Orada bütün suallar olacaq. Bunlarla bağlı nümunəvi suallar, hər tipdən suallar olacaq. İndi Mən heç başa düşmürəm. necə? Başa düşmürəm müəllim. Formulanı tətbiq eləsən, bax indi qoy bir dənə biz bunların izahını bitirək. Təkrar bir dəfə də qayıdarıq. Ümumi bir dənə dərs
mövzumuz var. O mövzunu biz bitirək. Burada hamısı yazılıb. Heç biri silinməyib. Sən bunun skrinini al özün üçün. Bir bunun skrinini al sən. Bir təkrar bax. Yəni buradan başa düşəcəksən. Çətin bir şey yoxdur. Başa düşməsən sondan yenidən bir dəfə izah eləyərik. Bunun skrinini götür özün üçün. Qoy qalsın. Tamam. Aha. İndi məsələni biraz da dərinləşdirək. Məsələn, fən müsabiqələrinin final mərhələsində, 2024-ün final mərhələsində belə bir sual düşmüşdü. Buna bənzər bir sual düşmüşdü. Məxrəcdə 3 natural ədədin hasili verilmişdi. 1, 2, 3, 2, 3, 4, 3, 4, 5, 19, 20, 21. Bu şəkildə. Və belə bir hal olsa bunu necə yaza bilərik? Artıq 2 dənə ədəd yoxdur, 3 dənə ədəd var. Bunun üçün buradakı həmişə fikir verin, bunlar yenə də ardıcıl ədədlərdir. 1, 2, 3, 2, 3, 4, 3, 4, 5 ardıcıl olduğu üçün ortada olan ədəd var, ortadakı 2, 3, 4. O hər ikisinə paylanır. Yəni nə demək istəyirəm? 1 bölünsün 1 vur 2 çıxılsın 1 bölünsün 2 burada da olur, burada da olur. 2 vur 3. Hər ikisində olur. 1 bölünsün 1 vur 2, çıxılsın 1 bölünsün 2 vur 3. Bunun səbəbi nədir? Səbəbi ondadır ki, siz bunu orta məxrəcə gətirəndə orta məxrəc neçə olacaq? 1, 2, 3. Bunların hasili düzdür. İndi 1-i formal olaraq yazırıq da. Bilirəm, burada yəni 1 vur 2 yazmağın mənası yoxdur. Onsuz elə 2 vur 3 deməkdir o. Sadəcə yazırıq ki, görsənsin. Birincinə bölsən məxrəcə 1 2 1 vur 2 vur 3-ü 1 vur 2-yə bölsən 3 eləyəcək. 2 vur 3-ə bölsən bunlar gedəcək 1 qalacaq. Görürsüz aradakı fərq 2-dir burada. Neçə alındı? Fərq olacaq 2. 2 6. 2 bölünsün 1 vur 2 vur 3. Amma bizdə neçə alınmalıdır burada? Bizdə Bir. 1 alınmalı. Deməli biz buradakı bu 2-ni mötərizə xaricinə çıxarmalıyıq. Yəni mötərizədə 2 yazılmalıdır burada əslində. Daha doğrusu bir dəqiqə. Burada 2-də 1-i mötərizə xaricinə çıxarmalıyıq. 2-ni yox, 2-də 1-i. 2-də 1-i mötərizə xaricinə çıxarmalıyıq ki, bu 2 ilə islah getsin və bizdə bu ifadə qalsın. İndi eyni şeyi bir dənə ikincisini də yoxlayaq, bunu tam başa düşəcəksiniz. Məsələn, nə demək istəyirəm? Bu kəsir yoxdur, bir dənə bu kəsiri alaq. Hamısı bir-birinə bənzərdir, onsuz da. Bu kəsiri bu şəkildə yazaq. 1 bölünsün 2 vur 3, minus 1 bölünsün 3 vur 4. Orta məxrəci gətirək. Orta məxrəc bilirəm. Burada əslində 2-ni yazmağa ehtiyac yoxdur. Amma bunu formal olaraq yazıram. 2 vur 3 vurulsun 4. 2-ni 3 Kontrol birinci olacaq. kəsrə böləndə 4, ikinci kəsrə böləndə 2. Görürsüz sürətdə nə yaranır? Sürətdə həmişə 2 yaranır. Həmişə 2 yaranır. Niyə? Çünki bunlar arası birinci ilə üçüncü ədəd arasındakı 2 ədəd fərq var. 2 vahid fərq var orada. Həmişə 2 yaranacaq. Dolayısıyla sən əgər bu ifadəni almaq istəyirsənsə, sürətdə 1 olan, bax, bunlar arasındakı fərq nədir? Birinin sürətində 2 yazılıb, birində 1 yazılıb. 2 almaq üçün nə edərsən? Götürüb bunu 2-də 1-ə vurarsan da, düzdür? Bu ifadəni almaq üçün. Götürüb 2-də 1-ə vurarsan ki, bunlar ixtisar getsin, bu ifadə alınsın. 2 vur, 3 vur, 4. Düzdür? Yazmaq olar da bunu. O zaman gəlin sizin üçün daha da sadə yazaq. Gəlin bu ifadəni, aldığımız bu ifadə var, hamısını, bu sualdakı ifadəni. Hamısını vuraq 2-də 1-ə. Yaza bilərik belə. İndi vurdun 2-də 1-ə, axı sən ifadəyə müdaxilə eləmiş oldun. Bir dənə də 2-yə vur. Artıq 2 ilə 2-də 1 gedəcək, ixtisar gedəcək. Düzdür? Fərqli bir şey qalmayacaq ortada. Deməli, dolayısıyla bunu birbaşa belə yaza bilərik. 2 vurulsun. Düzdür? 2 vurulsun. Bəli. 1 bölünsün 1 vur 2. Çıxılsın 1 bölünsün 2 vur 3.
Daha doğrusu bunu belə yazaq da. 2-ni yox, 2-də 1-i bərabərdir. 2-də 1 vurulsun. Hər birində 2 yaranacaq. 2-də 1 vurulsun. Plus 1 bölünsün 2 vur 3. Minus 1 bölünsün 3 vur 4. Plus 1 bölünsün 3 Ama vur ben cevabı 4. taptım. Minus 1 bölünsün 4 vur 5. Yəni sadədir uşaqlar. Çətin bir şey yoxdur. Sadəcə siz həll metodunu bir dəfə öyrənəndən sonra bunlar çətin suallar deyillər. Sadəcə yolunu bilməlisiniz. Minus 1 bölünsün 20 vur 21. Yəni baxın mən neyse başa Müəllim, düşürəm. Aha. 1 20 üstə Ben 21'de 20. 1 Ben Hı? 21'de 20'di. 12'də 1 və orada 21'də 1 qalır. Onları indi çıxırıq elə. Fikir ver, bəli. Fikir verin indi. Bir dənə bura fikir verin. Mənfi 1 bölü 2 vur 3. Müsbət 1 bölü 2 vur 3. Mənfi 1 bölünsün 3 vur 4. Müsbət 1 bölünsün 3 vur 4. Bunlar hamısı islah gedəcək. Yenə birinci ilə ən axırıncı qalacaq. Bir dənə sürətdə 2-də 1. Daha da sürətdə deyirəm. Mötərizənin qarşısında bir dənə 2-də 1. Vurulsun. 1 bölü 2, yəni 1 vur 2. Çıxılsın 1 bölünsün 20 vur 21. Bunu hesablayacaqsınız. Bu da nəyə bərabərdir? 2-də 1 vurulsun. Deməli, burada neçə yaranacaq? Bu neçə eləyəcək? 400, 400, deməli 2, 420 eləyəcək. 420-ni 2-yə böləndə nə qədər eləyir? 210 minus 1 nə qədər qalacaq? 209. Müəllim səsim gəlir. Aha, gəlir. Ben 420'de 420, 209 da var. 2'de 1'e. 9. 209 bölünsün 400, 840-a deyə bir ifadə alınacaq. Düzdür? Bu şəkildə. Ama hele niye alındı ki? Screen eləmək. Düz deyilmi? Düz alındı da. Ha, Məxrəcdə tamam. nə alındı? 420 orta məxrəc oldu. Neyini 2-yə böləndə Başa 210, çıxılsın 1, 209. 2-də 1 də vuranda məxrəcdə oldu 840-da 209. Bu Müəllim belə. yenə başa düşmədim. Bir dənə screen eləyə bilərəm. Buyurun, buyurun, screen eləyin. Mən yenə Sonra başa bunun video düşmədim. dərsi də olacaq. Oradan yenidən baxa bilərsiniz. Sadəcə Ekranı biraz uzaqlaşdıra bizim burada bilərsiniz. ümumi bütün sualların izahını verdiyimiz üçün bir dənəsini maksimum 2 dəfə izah eləyə bilirik. 3 dəfə, 4 dəfə izah eləsək daha çox vaxtımız gedəcək. İndi bir dənə təkrar başdan gedək bir dəfə. Bir dəfə başdan gedirik hamısını. İndi dedik ki, məxrəcdə əgər 3 dənə natural ədədimiz varsa, ortada olan ədəd hər ikisində iştirak eləməlidir. Yəni 1 bölünsün 2 vur 3 vur 4 varsa, neynirik? 1 bölünsün 2 vur 3 çıxılsın 1 bölünsün 3 vur 4. Görürsünüz 3 ortadaydı. Həm burada iştirak elədi, həm burada iştirak elədi. Yəni hər ikisində iştirak etməlidir bu mütləq. Və bir də biz bunu bu şəkildə yazırıq. Aradakı fərqə baxırıq sonra. Fərq nə deməkdir? Bunu hesablayaq. Normal bildiyimiz bir yolla hesablayaq. 2 vur, 3 vur, 4. Orta məxrəc olsun. Yenə deyirəm, ha, burada 2-ni silə bilərsə orta məxrəcə. 3 vur, 4 yetərlidir orta məxrəc. Sadəcə formal olaraq, yəni bu məxrəcdən eyni olsun deyə niyyətimiz odur. 2 ilə 3-ə 4. böləndə 4 qalacaq. Düzdür? Bu ikisinə də böləndə 2 qalacaq. Bəli. Qaldı sürətdə neçə? 24'də 2. Yəni belə yazaq da 2 vur 3 vur 4 2. Bizim başdakı ifadəmiz nədir? Bax, arada nə fərq var bununla bunun arasında? Burada sürətdə 1-dir, burada sürətdə 2-dir. İndi həqiqətən də burada görürsüz şey yazmamışıq. Bir işarə qoymuşuq. Görürsüz, bu əgər bərabər olmasını istəyirəmsə bunun bu ifadəyə bərabər olmasını istəyirəmsə, götürüb bunu nəyə vurmalıyam? 2-də 1-ə vurmalıyam axı. Ki 2 ilə bu ixtisar getsin. 1 qalsın. Bu deyil.
Biz de Bəli. götürüb bunu neynədik? Bütün bu ifadəni 2-də 1-ə vurduq. Gördünüz? 12'də 1. Bütün bu ifadəni 2-də 1-ə vurduq ki, biz ortada mötərizəni bu şəkildə yaza bilək. Məsələ aydındır. Başa düşdünüz necə? Bəli. Bəli, müəllim. Ifşa. Bu qaydada. Mən o oradan tapdı. Yəni orada mən hələ tapamadım. Fikirləşib tapamadım. Nəyi? Mən orada 4 çıx 2 yazmışdı. O 4'ü oradan tapmışdınız. Bax, orta məxrəc deyil. Orta məxrəci 2 ilə 3-ə böldün birinci. Məxrəci bölüb sürətə vurmursan. 2 vur, 3 vur, 4, 2 vur 3-ə böləndə bir dənə 4 qalmır. Bunu götürüb burada yazırıq. Bu ikisinə də böləndə 3 vur 4-ü də böləndə 2 qalır. 2-ni də burada yazırıq. Yəni mən 24'ü 6'ya bölürük, sonra 24'ü 12'ye bölürük də. Bəli, bəli. Bir dəfə 6-ya, bir dəfə 12-yə Orada bölürük. mötərizələrdə də 12'də 1, yəni 2'də 1, 23'də 1. Bu şəkildə yaza bilirik. Bu belə. Deməli, bunu yazdıq. Vəsə. Keçək növbəti sualımıza. İndi növbəti sualımız hətta sizin üçün bir final sualı seçmişəm. Yəni baxın, çətin bir sual deyil. Finalda düşən sualdır bu. Yəni fən müsabiqələrinin finalında düşüb. 1 bölü 15 plus 1 bölü 35 plus 1 bölü 63 1 bölü 99 plus 1 bölən ifadəsinin qiyməti natural ədəd olarsa, n-in ən böyük müsbət qiyməti neçə olacaq? Ortaq məxrəcə gətiririk. Xeyr, orta məxrəcə gətirmirik. Fikir ver bir dənə məxrəclərə. Yenə də ilk bir dənə məxrəclərə fikir ver. 1 bölü 15 nədir? 1 böl 3 vur 5'dir. Vur 5 1 bölü 35 nədir? 1 bölünsün 5 vur 7'dir. 5 vur 7. Mənim obisi də 7 vur 9. Növbətiyə baxaq. Bəli, 7 vur 9'dur. Görürsünüz 7 vur bizim 9. digər kəsirlərə oxşuyur. Orada toplayacağıq. Bəli. 9 vur 11 plus 1 bölü. 11, onu da toplayacağıq. Bölünsün. Deməli, indi bayaqki qaydaya baxaq. Yenə də məxrəcdəki Bəli. ədədlər arasındakı fərq nədir? Birində 3-dür, birində 5-dir. Aradakı fərq 2-dir. 2. Düzdür? 2. Deməli, mən nəyi mötərizə xaricinə Fərq çıxaracağam? 2 olsun. 2-də 1-i. 2-də 1-i mötərizə xaricinə çıxaracağım. 1 bölü Mən 3 11 ilə 13. 11 ilə 13 olar. plus 1 bölünsün 5 minus 5'də 1 minus 7'də 1 plus hamısını yazaq da. 1 bölü 7 minus 1 bölü 9 Mən plus cavab 143 eləyir. 1 bölü 143 9 yox. Səbirli ol. Səbirli ol. Plus 1 bölən. Bunu saxlayıram da 1 bölənlə işim yoxdur. N-in neçə olduğunu bilmirəm axı. Düzdür? Bəli. Bura qədər aydındır da hər kəsə. Yəni 1 bölü 2-ni niyə çıxartdıq? Məxrəcdəki fərq olduğu üçün. Buranı silməmişik ki. İfşa. İndi. Birincisi qalacaq. Mənfi 5'də 1, müsbət 5'də 1, mənfi 7'də 1, müsbət 7'də 1, mənfi 9'da 1, müsbət 9'da 1. Yenə birinci ilə axırıncı qaldı. Yəni 2'də 1 vurulsun, 3'də 1, minus 11'də 1, plus 1 bölən. Bu da bərabərdir. 2'də 1 vurulsun. Neçə eləyir? Bu eləyir 2'də 1 vurulsun 33'də 8. 33'də 8 plus 1 bölən. 8-dən 2 ixtisar gedir. 4 qalır. Qalır burada 4 bölünsün 33 plus 1 bölən. İndi görək bu ifadəni sadələşdirdik. Bu ifadə uzun idi. Biz bunu gətirdik, bu hala saldıq. Deyir ki, ifadəsinin qiyməti natural ədəd olarsa, bu ədədin məchulun ən böyük müsbət qiyməti neçədir? Müsbət qiyməti n sıfırdan böyükdür. Bu natural ədəd olmasını Mənim orada istəyirsə, 33. kim deyər n neçə ola bilər bu ifadə natural ədəd olması üçün? 8 yox 30 Yox. N neçə olmalıdır? 11. 34 yox. 3. Mənim bir dəqiqə. Neçə ola bilər n? Mənfidən Sən burada elə bir şey yazmalısan ki, sonra
Bu ifadəni çevriləndə üstünə 33-də 4-ü gələndə cavab bir natural ədəd alınmalıdır. 1, 2, 3. Necəsə belə bir natural ədəd alınmalıdır. N neçə ola bilər? N. Yaza bilərəm bunu. 29. Neçə? 30, 29. 33-də neçə? 29. 29-da 33 yazsaq necə olar? 29-da 33. Ay sağ ol. 29-da 33. N 29-da 33-dür. Düzdür. Hemen Bu tərsinə 33'ten çevriləcək. 33-də 29 olacaq. Toplasam 1 verəcək bizə. Başa düşdünüz ama niyə 33'ten yanlış çıkmalıydı. N olacaq. N bərabərdir 29-da 33-ə. 33. Gətir indi yerinə qoy. Plus 1 bölünsün 33 bölü 29. Tərsinə çevriləcək 33-də 4 34 4. plus 33-də 29. Bunlar da Bərabərdir. cəmi 33-də 33. Bu da 1 Bir tam verəcək bizə. bir. Heç o. Bu qədər sadə. Ha. Yəni Demək gördünüz ki, final bu sualıdır. lazımdır. Əslində finalda düşən sualdır sizə. Yəni sizə medal qazandıra biləcək bir sualdır. Amma yəni sadəcə bu metodu biləndən sonra onu çox rahat sadələşdirə bilərsiniz. Yoxsa siz bunu orta məxrəcə necə gətirəcəksiniz? Bu cəmi necə tapacaqsan? Orada n var idi. 33'te 4'e 1 bölün. Ondan sonrasını başa düşmedim. Baxın, bu ifadədə bunun yerinə elə bir müsbət ədəd yazmalıyıq ki, burada sıfırdan böyük elə bir müsbət ədəd yazmalıyıq ki, alınan bu ifadə natural ədəd olsun. Bunun natural ədəd olması üçün sən fikirləşirsən. Mən bunun məxrəcini neçəsi yazmalıyam? Neçə yazmalıyam? O orta məxrəcə gətirsəm, yenə bir kəsr ədəd alınacaq. Məsələn, burada fərqli bir şey yazsam, 33-dən başqa bir şey yazsam. Nə yazsam bu şey nə olmalıdır? 33-lü bir şey olmalıdır. 33-də 4 olmalıdır. 33-də 5 olmalıdır. Fikirləşsən ki, 33-də 29 olsa, 29 ilə 4-ü toplayaram, cəmi 33 verər. Elə 33-də 33 1 alınacaq. Dolayısıyla o məntiqdən sən tapa bilirsən ki, n 29-da 33-dür. Çünki tərsinə çevriləcək, məxrəcdə də n. Tərsinə Hemen çevriləcək, 33-də 29 olacaq. 33'ten 4'e çıkarır. Alınan ədədi yani düzgün olmayan kəsrə çeviririk. Bəli, bəli. Onsuz burada yazdığımız bu kəsir düzgün olmayan kəsirdir. Sadəcə burada məxrəci, bu məxrəcdə idi bu kəsir. 1-i bölürük 29-da 33-ə olacaq 33-də 29. Yəni bu sizin artıq buradakı bu hissə, yəni bu bəlli bir necə deyim, sizə bir metod deyil, bir yol deyil ki, mən sənə deyim ki, bu yolla bunu sən mütləq eləyə bilərsən. Bu orada sənin öz zehnivi məhsuludur. Sən orada artıq bunu gərək özün fikirləşəsən. Sondakı bu hissəni özün fikirləşməlisən. Yəni görürsüz də olimpiada tipli suallarda bir yerdən sonra artıq metod keçərli olmur. Bura qədər metodla yazdıq. Hər şey yaxşı getdi. Amma buradan sonra artıq özün düşünməlisən, özün tapmalısan bunu. Ki necə həll eləyəcəm bu sualı? N oldu 29'da 33. Mənim olimpiyadada elə sizin başa saldığınız bütün suallar düşə bilər. Yox, təbii ki də eyni suallar düşməyəcək. Mən sadəcə düşə biləcək metodda olan sualları və o məntiqdə olan sualları sənə çatdıra bilərəm. Yəni düşmə ehtimalı var müəllimə. Müəllim. Bənzər sualların düşmə ehtimalı var. Sadəcə biz sizə olimpiyadada Fərqli sadəcə türlü ola bilər. suallara necə yanaşma lazımdır, necə həll yolları tapmaq lazımdır, onu göstəririk. Amma siz orada verilən vaxtda, olimpiyadada sıfırdan özünüz sualı həll eləyib tapırsınız. Yəni burada elə bir sual ola bilər ki, biz bu sualı sizə izah eləyək, heç orada həmin sual olmasın, başqa bir sual olsun. Sən bu yolla onu həll eləyəsən. Və yaxud da burada bizim göstərdiyimiz bir metodu orada istifadə eləyəsən. Yəni bu cür bir şey ola bilər. Deməli, sonra keçək bir Məncə ola bilər də. Sən nə deyə bilərəm?
Necə? Necə eşitmədim. Yəni bənzətmə kimi ola bilər, müəllim? Bəli, ola bilər. Bənzətmə suallar ola bilər. Müəllim, siz deyirsiniz ki, YouTube'dan bu video, bu dərsi izləyə bilərsiniz. Biz YouTube'a nə yazaq ki, onu izləyə bilək? Onun linkini deyərəm sizə siz yazarsınız önəm hazırlıq mərkəzinə. WhatsApp-da mesaj göndərərsiniz. Onlar YouTube linkini verəcəklər. Sabah inşallah yüklənəcək. Sabah linki göndərərlər. Oradan təzədən izləyə bilərsiniz. Oradan istəyirsiniz, valideyninizə deyərsiniz. Oradan sizə link verəcək. O linkdən daxil olub izləyə bilərsiniz. Deməli, və yaxud da YouTube-da önəm hazırlıq mərkəzi ilə yazsaz, oradan dərslərimizi izləyə bilərsiniz. İndi bir dənə belə sualımız olsun. K kvadrat deyir, əgər K kvadrat plus 4K minus 7 bərabərdir 0 olarsa, K minus 7 bölü K'nın kvadratı nəyə bərabər olacaq? K-nın nə olduğu deyilməyib. Rasional ədəddimi, tam ədəddimi, natural ədəddimi? Yəni nə olduğunu, əgər heç nə verilməyibsə, deməli K-nın nə olduğunu bu sualın həlli üçün bir vacib bir hissəsi yoxdur, önəmi yoxdur. Yəni sən onu natural ədəddə olsa həll eləyərsən, rasional ədəddə olsa həll eləyərsən. Yəni istədiyimizi seçə bilərik, yəni rasionalda, naturalda Burada götürə bilərik. bir siz yoxlamaqla bunu həll eləyə bilməzsiniz. Bunun üçün sadə bir şey elə bilərsiniz. Biz Yox, mən demək istəyirəm ki, başdan sözünüzü kəsərəm. Demək istəyirəm ki, məsələn, natural ədəddə, yəni istədiyimiz natural ədədi seçə bilərik. Yəni burada yaza rasional bilərsən ədəd. yerinə. Yerinə yaza bilərsən, bəli. İstəyirəm sizə Yerinə yazıb yoxlaya bilərsən. Amma sən hardan bilə bilərsən ki, həmişə bu düz alınacaq? Neçəsini yoxlaya bilərsən məsələn? Birini, ikisini, üçünü, natural ədədlər sonsuzdur. Hardan bilə bilərsən ki, həmişə düzdür? Bu sualı necə həll edə bilərsən? Diqqətlə fikir verin bir dənə. Bir şeydir, məsələ də var ki, indi inşallah sizin bəziləriniz 7-ci sinifdir, bəziləriniz 6-cı sinifdir. Artıq 7-də olanlar həndəsə tipli həndəsədə bəzi suallar var ki, qurma suallar var ki, orada sualların həllini görmək lazımdır. Məsələn, hardan bir xətt çəkəcəksən, yəni hardan nə etmək lazımdır? Bu da onun kimi dərsində. Yəni bu sualda sən diqqətlə baxsan, k kvadratla mənfi 7-yə baxsan, belə bir şey sezə bilərsən. Deyərsən ki, k sıfırdan fərqli olsun. K sıfırdan fərqli olsun. Belə bir şərt qoyaq. K onsuz da sıfırdan fərqlidir də. Niyə? Çünki 7 böl k var axı burada. K sıfıra bərabər olsa bu ifadənin mənası olmaz. K sıfırdan fərqli olsun. E, Tənliyin hər tərəfini k-ya bölək. Hər tərəfini k-ya bölək. Burada qalacaq k plus 4 minus 7 böl k. Bərabər 0 böl k 0 verir də elə. Düzdür? İndi k minus 7 böl k nəyə bərabərdir? Bu 4-ü ataq sağ tərəfə, mənfi 4-ə. Elə gətir burada yerinə qoy da. Mənfi 4-ün kvadratı bərabərdə 16. Gördün bu qədər asandır. Bu qədər sadə. Müəllim, biz indi 6-cı sinifik. Biz hələ -4 hələ ki keçməmişik. Bunu keçəcəyik bu il. Keçəcəksiniz, bəli. Mənfi ədədləri keçəcəksiniz və bununla bağlı sizə suallar da düşəcək. Ona görə indidən öyrənmək lazımdır. Mənfi ədədlər müsbət ədədlərdən azdır. Yox. Mənfi ədədlərdə, müsbət ədədlərdə hər ikisi sonsuz saydadır. Sonsuzluq mövzusu gələndə orada biri azdır, biri çoxdur demək yanlışdır. Məsələn, Yox, bu müəllim, sonsuzluqda çox məsəl demək istəyirəm. Demək istəyirəm ki, məsələn, -2 ilə müsbət 2 eynidir, yoxsa fərq var aralarında? Yox, əlbəttə fərq var. Müsbət 2 mənfi 2-dən böyükdür. Bütün müsbət ədədlər mənfi ədədlərdən böyükdür. 0 bütün mənfi ədədlərdən böyükdür, bütün müsbət ədədlərdən kiçikdir. İndi mənfi müsbət ədədləri keçəndə onları görəcəksiniz. Biz də burada dərslərimizə nə boşluğunuz olsa doldurmağa çalışacağıq.
2 ilə -2 arasında e, yəni -4 var. -4 ədəd fərq var arasında, yoxsa -4? 4 vahid fərq var. 4 vahid ədəd oxunda qeyd eləsən, ədəd oxunda. Burada 0, burada -1, burada -2, burada 1, burada da 2. Bunlar arasında 4 vahid fərq var. Belə deyə bilərik. İndi keçək. Son 2 sualımız var burada. Onları da bir dənə keçək. Əslində 4 sualımız var. Bu 2 dənəsini də sizə hətta şey kimi verə bilərik. Ev tapşırığı kimi verə bilərəm. Hətta necə olsun? Bu sualı 7 nömrəli sual ev tapşırığı kimi özünüz üçün yazın. Baxın bu sualı. Bu sualı yəqin ki, hamı görür. Yazsın bunu. Yazsın, köçürsün. Dəqiqəmi. Hı -hı. Müəllim götürək. Aha, bu sualı yazın, köçsün ev tapşırığı kimi. Sualın həllinə gələn dəfə baxacağıq. Sabah baxacağıq. Müəllim, mən sabah çatdıra bilməsəm nə olar? Çünki mənim dərsim çoxdur ona görə. Hər birisinin Dərslərim, ə, dərslərim hər bir dərsin video Müəllim, qeydi yazılır. Ondan sonra izləyə bilərsiniz onu. müəllim, dərsi saat 7-yə eləsək olar. Çünki ya da 9. Çünki ya da 9. Çünki qardaşım ingilis dili dərsinə girir. Mən də girə bilmirəm dərsə. Bildim, başa düşdüm. Sadəcə biz onu çalışırıq ki, çox olan şəxslərə görə, yəni çoxluğa görə onu salaq, proqramı salaq ki, çoxluq hansı vaxtda? Sadəcə bu vaxt saat 7-də bizim dərsimiz var. Yəni 7-də mənim dərsim var deyə biz məcburuq ki, məhz 20-21:00 arasında salaq. Bir də ev tapşırığı olaraq yazın. Baxın, belə bir maraqlı sualı. Bu cür sualları artıq öyrənməlisiniz. Bunlara vərdiş edinməlisiniz. Bu Mən burada necə eləyəcəyik ki? ABC bərabər 4 olarsa, Yəni müəllim AB çatdırmasa bir şey olmaz ki. Yəni çünki mənim dərsdən qaldırmağa vaxt yox olmur. Çünki həm məktəbdə çox verir, həm də az dili, riyaziyyat hamısı üst-üstə düşür də müəllim. bildim. Sadəcə 2 sual verirəm evə sizə yazmağa. 2 dənə sualı sabaha qədər Müəllim, o biri fikirləşərsiniz. tapşırığı göstərərsiniz də, mən görmədim. İstəyirsiniz bunu skrin eləyin, saxlayın özünüz üçün, evdə yazarsınız. Vaxt itirməyək. Yəni hərə bir-bir yazmaqdansa skrin eləyin, saxlayın özünüz üçün. Bir bu. Mən 10-cu sualda hamısını 4-ə bərabər eləyəcəyik də. Onu deməyim də. Həll elə sabah. Sabah izahını verərik. Yaxşı. Burada da olsun 7-ci sualda belə. Müəllim, birinci sualı həll elədim. Efşo. Tamam. Bizim qaldı burada 2 sualımız. Bir faktorial anlayışı ilə bağlı. Faktorial anlayışını kim bilmir? Faktorialın nə olduğunu. Müəllim Mən faktorial mən biraz bilirəm, bir iki dənə məsələn. Müəllim, biraz məndə də məlumat Yəni var. faktorial çox sadə bir şeydir. Məsələn, 2 faktorial nədir? 2 faktorial ümumiyyətlə natural ədədlərin arxasına nida işarəsi yazılmaqla yazılır. Riyaziyyatda belə bir şey var. Məsələn, 4 faktorial nədir? 1-dən 4-ə qədər olan natural ədədlərin hasili. 1 vur, 2 vur, 3 vur, 4. Buna deyirlər 4 faktorial. Bunların hasili nə qədər eləyir? 2 dəfə 3, 6, 20. 6, 24. Məsələn, 5 faktorial nə qədər olacaq? 1 vur, 2 1 vur, vur, 2 vur, 3 vur, 3 vur, 4 4 vur, vur, 5. 20. Bərabərdir 120. 120. Bəli, indi bizə baxın belə bir sual verib. 3 bölünsün 7 faktorial, Onda üstə bir gəl dəfə 1 bölünsün 8 faktorial. Sadə hesablamadır. Sadəcə sizin vərdiş edilməyiniz üçündür vermişəm.
Bunu burada 1 böl 5 faktorial plus 1 böl 6 faktorial. Bunu qətiyyən orta məxrəcə gətirmək olmaz. Bu cür sualları. Kəsrin əsas xassəsindən istifadə edəcəyik. Kəsrin əsas xassəsində nə deyilirdi? Kəsrin sürət və Müəllim, məxrəcini Ortak eyni ədədə məxrəc. vurmaq və ya bölmək. sıfırdan fərqli eyni bir ədədə vurmaq və yaxud da bölmək olar. İndi neyniyək? Sürət və məxrəcini nəyə vuraq sizcə? Neçə faktoriala vuraq? 7 yox, dəqiq. 3-ə vururuq. 3 faktoriala yox. Elə bir faktoriala vuraq ki, buradakı bütün məxrəcləri yox eləsin. Hamısı. Ən böyüyünə. Bunlar arasında ən böyük faktorial neçədir? 8. 8. Ay sol. Bunu da vuraq 8 faktoriala. 8 faktoriala vuraq. Bunu da 8 faktoriala vuraq. İndi bir yazaq. 3 vurulsun 8 faktorial bölünsün 7 faktorial. 8 8 faktorial 8 faktorial böl. böləndə 1 eləyir onsuz da. Bunu yazmıram. 8 faktorial böl 5 faktorial plus 8 faktorial böl 6 faktorial plus 8 faktorial bölünsün 7 faktorial. İndi bunu necə yaza bilərik? Uşaqlar fikir versəz 3 vurulsun. 8 faktorial 7 faktorial vur 8 deyil özü. Hə? Niyə belədir? Məsələn 8 faktorialı bir yazaq. 1 vur, 2 vur, 3, 4, 5, 6, 7, 8. Bunun hamısı 8 faktorial deyil. Bu 8'i bir dənə ayır buradan. Bax bu 8'i ayır. Bu yerdə 8 qalanlar 7 faktorialın özü deyil. Bəli. Bəli, müəllim. Nice. Deməli onda bunu 7 faktorial vur 8 yaza bilərəm. Məxrəcdə də 7 faktorial plus 1 bölünsün. 8 faktorial indi şeylə yazaq. Bu birisi ilə 5 faktorialına yazaq. 5 faktorial vur neçə olacaq? 6 6. vur 7 vur 8 bölünsün 5 faktorial plus 8 faktorial böl 6 faktorial vur 7 vur 8 plus 8 faktorial bölünsün 7 daha doğrusu belə yazaq. 6. 7 faktorial vur 8 bölünsün 7 6. faktorial. İşte bunlar ixtisar getdi. 5 faktoriallar. 7 faktorial getdi. çevirə Ha, bilərsiniz kameranı. bunu bir yanlış yerde yazdık. 7 də getdi. Bir dəqiqə. Bunu bir doğru yazaq. 6 faktorial vur 7 vur 8 bölünsün 6 faktorial. Bəli, 7'lər də gedəcək. 7'lər 6'lar da gedir. gedəcək. Müəllim, Hə, mənim onsuz sualı çevirə bilərsiniz bir də. Məndə bir kompüterlə dəqiqə. gerçəkdən eləyəmirəm. Yaxşı, eləyəcəm. Deməli, bir dənə sürəti hesablayaq. 3 vur 8, 24. Üstə gəl 1, 25. Məxrəcdə də alınacaq 6, 7, 8 hasili plus 7 vur 8 plus 8. Bunu da artıq hesablama qaldı sizə. Hesablayıb cavabı taparsınız. 10-cu sualı buyur. Bu lövhədə yazılan yazını kim yazıbsa silsin. Lövhədə yazı yazmıyor. Mənim sualım var. Bəs saat 9-a salmaq olar. Saat 9-a da sizin dərsiniz var. 9'da gərək hamıya uyğun olsun da 9'da gecdir artıq. 9 ilə 10 arasında gec olur. Ona görə. Bizə uyğun deyil. Çalışın. Əziz şagirdlər, ümumiyyətlə valideynlərinizə də deyin. Çalışın ki, siz ümumiyyətlə riyaziyyatla məşğul olanda, xüsusən də riyaziyyat olimpiyadası ilə, müsabiqəsi ilə məşğul olanda bu dərsləri sona salmayın. Sona salanda siz digər fənlərdən yorulursunuz. Müəllim, Tarixdir, Azərbaycan dilidir. müəllim və səsiniz yaxud da- gəlmədi. Səsim gəlir hamıya? Gəlir. Sizdə, Gəldi. Bayaq dediyiniz gəlmədi. sizdə də problem ola bilər. Bizdə yaxşıdır səs. Deməli, bu fəndi axıra salanda, xüsusən də olimpiyada hazırlığını axıra salanda siz də dərsdə tez yorulursunuz. Dərs izahlarından da, sual izahlarından da yorulursunuz.
Yəni bunu daha çox əvvələ salsaz, digər fənlərdən ən azından bir iki fəndən əvvələ salsaz, sizin üçün daha yaxşıdır, daha effektiv olar. İnşallah bizim dərslərimiz başlayanda biz təbii ki, sizin məktəbinizi də nəzərə alıb dərsi salırıq, dərs proqramını salırıq. Məktəbi falan hər şeyi nəzərə alırıq. Orta məxrəcə gəlib salırıq bu vaxtları. Çalışırıq ki, əvvələ salaq ki, sizin zehninizin daha çox açıq olduğu vaxtlara salaq ki, bu sualları daha yaxşı götürə biləsiniz. Müəllim. Belə. Müəllim, Aha, Sizə soruşa bilərəm. soruş. Müəllim, bu 5 ödənişsiz dərs bitəndən sonra davam etmək istəyənlər neyniyək müəllim biz? Kursa yazıla bilərsiniz. Orada nömrəsi var. Valideyninizə deyərsiniz. Orada əlaqə nömrəsi var. Kursun əlaqə nömrəsi var. Ora yazıla bilərsiniz. Hazırlıq mərkəzinə yazıla bilərsiniz oradan. Oradan dərslərə qoşula bilərsiniz. 6 bazar dərs cədvəli təyin olunacaq. İnşallah gələn həftənin başından bizim dərslərimiz başlayacaq. Bir sual tipi qaldı ki, onu da deyək, onunla da yekunlaşdırırıq artıq. Deməli, sualımız bu cürdür. 1 minus bu bir dəqiqə. Lütfən təzən tapacağım. Hə. Deməli, 1 minus 2 plus 4, 2 plus 4. Bu cür suallar qarşınıza çıxacaq. Bölünsün 3-ə. Baxın, bu nöqtələrin mənası nədir? Yəni, bu sonsuza qədər bu qaydada davam edir. 2 plus kəsr xətti 4, sürətində yenə 2 plus kəsr xətti 4. Bu qayda sonsuza qədər davam edir. Bunun həllini necə tapmaq olar? Baxın, bu sonsuz bir ifadədir, sonsuz bir cəmdir. Bunu fərdi olaraq, yəni bunu götürək buradan, bu ifadəni. Burada həll eləyək. 2 plus kəsr xətti 2 plus 4 nöqtə 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 4. Fərz eləyək ki, bu ifadənin cavabı olsun K. Hesabladıq, bunun Müəllim. cavabını K tapdıq. Bəs C ola bilməz? Z olsun. Lövhədə heç kəs yazı Müəllim. yazmasın. Əziz uşaqlar, heç kəs lövhədə yazı yazmasın. Siz burada lövhədə yazı yazanda düşür bura və bizim dərs izahımıza mane olur. Müəllim, burada yaşınla yazmışsınız, 2 üstə gəlsin, 4 tamdır. Orada boşluq qoymusunuz, yoxsa nəsə yazmışsınız? Yox, bu nöqtələr Nöqtələr. deyirsən, nöqtələri. Bəli. Bu nöqtələrin mənası odur ki, bu sonsuza qədər bu qaydada davam eləyir. Həmişə belə gedir. Bax, yəni nə demək istəyirəm? Bax, bu cür bir şey. 2 plus 4, 2 plus 4, 2 plus 4. Bu qaydada sonsuza qədər belə gedir. Bax, belə Ha, başa gedir. düşdüm müəllim. Axıra qədər belə gedir. Dayanmır qətiyyən. Yəni bu nöqtələrin mənası odur. Yəni İndi nöqtələr başa düşdüm, sonsuzdur. aha. İndi fərz eləyək ki, bu hər hansısa bir K olsun. Bu sualın həlli, fərz eləyək bunu həll elədik və bunun cavabı K olsun. İndi bu ifadə elə K-nın özü deyilmi yenə də sizcə? Həmin ifadədə sonsuza qədər eyni gedir axı. Bu da K-dır. Bu necə K-ya bərabər elədiysə, bu ifadə də K-ya bərabərdir. O zaman 2 plus K böl 4 bərabərdir K-ya. Hər tərəfini vuraq 4-ə, məxrəci yox eləyək. 4 dəfə 2 burada alınacaq. 8 8. plus K bərabərdir 4K-ya. K-nı keçirək sağa. 3K bərabərdir 8-ə. 8. K bərabərdir 8 böl 3-ə. Sən demə bu cəm nəyə bərabər imiş? 8 bölünsün 3-ə. Bu tip suallardan qarşınıza çıxacaq. Ona görə bunu öyrənməyə lazımdır. Çətin bir şey yoxdur. Yenə deyirəm. Bunu K-ya bərabər elədik. Fərz eləyək ki, bunun cavabı K-dır. Sürətdən etibarən buradakı sürətə baxsaq, 2 Müəllim, plus sağdır. Birdən çıxmadı orada. burada yenidə olacaq K. Hesablayacağıq oranı. 1 minus, indi bu 8 bölü 3-ü gəlib burada sürətdə yazaq.
8 böl 3 bölünsün 3'ə. 92. Çox sağ Yəni olun. 1 müəllim. minus Təşəkkür ederim. 8 böl 9 qalacaq 9-da 1. Cavabımız olacaq 9-da 1. Bu belə. Aydındır sual. Bəli. Bəli. İfşo. Demək, bugünkü dərsimiz bu qədər. Sağ olun Belə. müəllim. Müəllim, ekranı yaxınlaşdıra bilərsiniz, skrin eləyim. İnşallah sabahki dərsdə görüşmək ümidi ilə. Sağ olun. Sağ olun müəllim. Sağ Sağ olun müəllim. 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 Sağ olun, Hələlik çox sağ olun. özünüzə yaxşı baxın. İzah Hələlik. etdiniz. Sağ olun müəllim. Sağ olun müəllim. Sağ olun.